İcazənizlə mən də bir kəlmə. Biz bugün təsadüfən oldu bu balağın açılışına gəldik, düşdük. Yəni biz bilmirdik ki, bu belə açılış var. İki sayılı şəhər bu təməklərindən gəlir, İstanbul şəhər, İstanbul təməklərdə. Biz belə fikirləşdik ki, belə qərar qəbul eləmişik ki, bu bütün şəhidlərin doğum günlərində iştirak eləyək və bu gəlişimizi qarşıdan gələn inşallah zəfərimizin 5 illiyinə həsr eləmək istəyirik. Bu zəfər ilində, bu yubiley ilində bütün şəhid ailələrində olmağı qərara vermişik. Bugün də sizin gününüz idi, ilkinin günüydü. İlkin antiterror əməliyyatının qurbanı oldu. Mən həmişə məktəbdə demişəm, bugün də elə yenə demək istəyirəm ki, deyirəm ki, prezidentimiz yumruğunu qaldırdı və Qarabağ Azərbaycandır dedi və nida işarəsi dedi. 44 günlük müharibədə bizim şəhidlərimiz, bizim əməliyyatımız şəhidləri, iştirakçıları, qaziləri, oğullarımız, əskərlərimiz bu nidanın nöqtəsini qoydular və Qarabağı bütöv Azərbaycan elədilər. Azərbaycanı bütöv Qarabağlı Azərbaycan elədilər. İkin doğulardan biriydi. Bütün şəhidlərimiz Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Biz çox fikirləşdik ki, bu anaları nə ilə sakitləşdirmək olar ki, nə ilə təsəlli vermək olar ki, oğlanla ilkinin əziz xatirəsini anırıq. Bu bizim məktəbimizin bir, nə bilim, dilim də gəlmir hədiyyə bilməyə. Bir xatirə kimi. Bu Allah kəlamı ki, şəhidlər ölmür. Onlar diridirlər. Sadəcə biz xalqımıza bir daha o günləri göstərməsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalan balalarımızı qorusun. Sənə də Allah səbir etsin. Bunu mən sənə verirəm. Evə gedəndə bunu onun bir köşəsinə qoyarsan. Yazın ki, bir köşəsi var. 80 genə yox.